İkimiz qardaşım tək qalırıq burada. Anamız tutulubdu, atamız da zaksdan boşanıbdı. 3 ildir bunlar tək tənha yaşayır. Heç bir yerdən də kömək yox, ancaq qonum qonşu kömək edir. Sumqayıtda fərdi yaşayış evi yanıb. Hadisə BTZ Bağları adlanan ərazidə qeydə alınıb. 3 otaqlı ev yanaraq külə dönüb. Hadisəyə ilkin səbəb kimi peçdə qısa qapanmanın baş verməsi göstərilir. Gördük tüstü gəlib bu tərəfdən, böyük tüstü. Mən evdim ki, zibil yanırlar da, zibil yanı qarası çıxır. Dedi ki, yox, birdən siz tərəfdədir, get baxım nə olub. Gəldim, o qapıya çatdım, gördüm ki, birinci bu otaq başlayıb da şiferlər atır da, tullayır. Yanğın baş verən evdə 2 yeniyetmə yaşayıb. Məlum olub ki, onların anaları hazırda məhkumluq həyatı yaşayır. Ataları isə ailəni tərk edib. Beləliklə, uşaqlar 3 ildir ki, valideyn nəzarətindən kənarda böyüyür. Toya hazırlaşırdım, bir də gördüm part axırda uşaq çığırır. Oradan qaçıb gəldim, gördüm ki, alışıb yanır da. Yəni o otaq, birinci otaqdan tutmuşdu. Yanırdı, belə də su gətir, nə ilə təkidim. Sonra qışqırdım, elə qonşular zadı yığıldı. Belə bunların da heç ataları yox. Anaları ilə ayrılıblar o vaxtdan. Yəni uşaq vaxtından tək yaşayırlar, ikisi də tək yaşayır. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.